Bugünkü mövzumuz atomun quruluşu, dövrü qanun, dövrü sistemi olacaqdır. Atom özü hansı hissəciklərdən ibarətdir? Atom nüvə və nüvənin ətrafında hərəkət edən mənfi yüklü elektronlardan ibarətdir. İndi nüvəmiz isə özü proton və neytrondan ibarətdir. Proton müsbət yüklü olub, kütləsi 1-dir. Neytron deməli N hərfi ilə işarə edir, yüksüzdür. Neytronun yükü yoxdur, kütləsi 1-dir. Elektronun işarəsi mənfidir. Amma kütləsi 0 qəbul edilir. Niyə? Çünki çox kiçik rəqəmdir. 1 bölünsün 1840-dır hardasa kütləsi. Bu da 0-a bərabər götürülür. Neytral halda, atomda həmişə elektronların sayı protonların sayına bərabər olur. Atom elektron verdikdə müsbət yüklü iona çevrilir. Elektron aldıqda mənfi yüklü iona çevrilir. Müsbət yüklü iona deyirik kation, mənfi yüklü iona deyirik ki, anion. Məsələn, alüminium 3 müsbət nə deməkdir? 3 elektron itiribdir. 3 elektron itiribsə, bu zaman elektronların sayı azalıbdır. Yəni, proton sayı sabit qalır, elektron sayı dəyişir, azalır. Anionda isə deməli anion elektron qəbul edəndə mənfi yüklü iondur. Deməli, kükürt üçün mənfi 2. O deməkdir ki, 2 elektron qəbul edib. Yəni, protonun sayı sabitdir, amma elektron sayı artıbdır. Demək, məsələn, deyək də, kükürdə yazırıq ki, 16-dır proton sayı. 2 mənfi nə deməkdir? 2 elektron qəbul edib. Elektronda sağ tərəfdən indeksini yazırıq. 2 elektron qəbul edibsə, elektronun 18 olub. Ona görə deyir ki, proton kiçikdir elektron. Anion üçün, mənfi yüklü ionda. Sonra protonların sayı bərabər olan atomlar üçün izotop, neytron sayı bərabər olanda izoton, kütlələri, nisbi atom kütlələri eyni olanda isə izobar deyirik. Elektron sayı eyni olarsa izoelektron deyirik. İzo eyni deməkdir. İzotop, P-dan yadda saxlayır ki, proton sayı. İzoton, N-dan yadda saxlayır ki, neytron sayı eynidir. İzobar, AR, izobar, AR, R eyni olan, izoelektronda da təbii ki, elektron sayı eyni olan. Yəni, baxırıq, məsələn, dəmirdə görürük, protonların sayı eynidir, izotopdur. Sonra karbon və azotda bunların neytronunu hesablasaq, yəni AR-dən çıxırıq proton sayını, 13-dən 6-dan çıxırıq 6, daha doğrusu 6 yox, 7, demək, 7 neytron, azot üçün hesablasaq 14-dən 7-ni çıxırıq, 7 neytron. Görürük ki, neytronların sayı eynidir, izotondur. Bu şəkildə hesablayırıq. Ondan sonra gəlin baxaq görək, deməli, atomda elektron, proton, ümumiyyətlə hissəciklər hara yazılır? Bax, atomunun sol hissədən yuxarıda nisbi atom kütləsi AR işarə edirik. Sol hissədən aşağıda protonu işarə edirik. Ortada isə neytron. Neytron nəyə bərabərdir? AR nisbi atom kütləsi çıxılsın protonun sayı. Sonra sağ tərəfdən yuxarıda ionun yüküdür, oksidaşma dərəcəsi qeyd olunur. Aşağıda isə elektronların sayı qeyd olunur. Demək, buradakı düsturlara fikir veririk. Proton çıxılsın yük, bax, proton çıxılsın yükü, yəni yükü burada Q ilə işarə edilir. Proton çıxılsın yük, alıram elektronun sayını. Sonra AR-dən çıxıram protonu, alıram neytronun sayını. Bu düsturlarla işləyəcək, bunu unutmuruq. Burada bəzi bunlara aid misallar var. Məsələn, dəmir 3 müsbət ionunda neytronların sayını tapın deyir. Demək, 56-dan 26-nı çıxırıq, neytronların sayını tapırıq. Amma bizdə məsələn, elektron sayını tapın desə, neyinirik? Deməli, elektron nəyə bərabərdir? Proton çıxılsın yük, yəni 26 çıxılsın nisbət 3. O da bizə verəcək 23. Bu şəkildə hesablamalarımızı aparırıq. Sonra gəlirik, orbitallara keçirik. Bizim 4 formada orbitalımız var. İndi F orbitalını keçmirik, amma əsas lazım olanlar S, P, D orbitaldır. S orbitalı kürə şəklindədir, yumru şəkildə. P orbitalı qan tel şəklindədir. D orbitalı isə ləçək varidir. S orbitalı deməli bir xanası var, görürük. P orbitalının 3 dənə xanası var.
D orbitalının 5 xanası var. Hər orbitalda, hər xanada belə deyək, 2 elektron yerləşə bilər. Yəni S-də maksimum neçə elektron yerləşir desə, bir xanası var, vururuq 2-yə, yəni 2 elektron. P-də maksimum neçə elektron yerləşər? 3 dənə xanası var. Hər xanada da 2 elektron dedik. 3-ü vurduq 2-yə 6 elektron. D-də də 5 xana var. 2 elektronla yerləşdirsək 10 elektron maksimum olacaq. Deməli, bir xanada elektronlar spinlər şəklində yerləşir. Spin, yəni bu oxları deyirik. İkisi bir istiqamətdə ola bilməz. Biri mütləq yuxarı, biri mütləq aşağı olmalıdır. Sonra elektronların dolması orbitallara, məsələn deyirik ki, P4 desək, məsələn, P4 deyirəm də, 3 xanası var. Bu 4-ü biz necə doldururuq? Öncə tək-tək doldururuq. Bax, 1, 2, 3. Aha, 4-cünü artıq yenə başa qayıdıb başdan P orbitalını əks istiqamətdə doldururuq. Yəni, öncə 2-2 yerləşdirmək olmaz. Tək-tək dolur, sonra başlayır cütləşməyə. Demək, keçirik dövrlərə. Dövrlər özləri 2 yerə bölünür. Kiçik dövrlər, böyük dövrlər. Kiçik dövrlər 1-ci, 2-ci, 3-cü dövrlərdir. Böyük dövrlər 4, 5, 6. Bir də natamam, tamamlanmamış dövrümüz var, 7-ci dövr. Gəlin dövr sisteminə baxaq. Mendelyev. Bax, nə dedik? 7 dənə dövrümüz var. Bax, yuxarıdan aşağı bu dövrümüzdür. Deməli, dövrlər necə yerləşir? Yuxarıdan aşağı sıralamanı göstərib, amma dövrlər soldan sağa doğru. Yəni, birinci dövr bu şəkildə, ikinci dövr bu şəkildə, üçüncü dövr bu şəkildə yerləşir. İndi dövr nədir desək, qələvi metalla başlayıb təsirsiz qazla qutaran, nüvəsinin yükünün artması ilə düzülən element sırasına deyilir. Məsələn, ikinci dövrə baxaq, litiumla başlayıb neonla qutarır. Yəni, litium qələvi metalda, neon təsirsiz qazdır. Və qələvi metalla başlayıb təsirsiz qazla qutaran sıraya deyirik. Deməli, birinci, ikinci, üçüncü dövrlər dedik kiçik sıradır. Bu, birinci, ikinci, üçüncü dövrlər kiçik dövrlərdir. Niyə? Bir sıradan ibarətdir. Görürük, üçüncü dövr bir sıra, ikinci dövr bir sıra, birinci dövr bir sıra. Digər 4, 5, 6 isə böyük dövrlərdir. Niyə? Dördüncü dövrə baxırıq, 2 dənə sıradan ibarətdir. 7-ci dövr isə tamamlanmayıb, yəni elementlər hələ də kəşf olunur, ona görə natamam dövr adlanır. Sonra gəlirik, birinci dövrdə neçə element yerləşir? Görürük, hidrogen və helium. 2 element, 2 sıra nömrəsi ilə bitir. Sonra ikinci dövrdə neçə element yerləşir? Baxırıq ki, 8 qrupumuz var axı. Qruplar yuxarıda rum rəqəmləri ilə qeyd olunubdur. Deməli, qeyd edək, 1, 2, 3 və 8-ə kimi gəlir. Qruplar özü də 2 yerə bölünür. Əsas yarım qrup, əlavə yarım qrup. Əsas yarım qrup soldan yazılır. Bunun başqa adı A yarım qrupu da deyirik. Əlavə yarım qrup isə sağdan yazılır. B yarım qrupu deyirik. Fikir verib, sağdan yazılanlar qırmızı ilə, rozvu ilə işarə olunanlardır. Soldan yazılanlar isə, bax, bu göyləri görürük. Elementlər soldan qeyd olunur. B yarım qrupu, əlavə yarım qrup deyirik. Ümumilikdə 8 dənə qrupumuz var. İndi, dedik ki, birinci dövrdə 2 element yerləşir. İkinci dövrdə 8 element. Yəni, neçə sıra nömrəsi ilə qutarır desək, birinci dövrdə 2 element, ikincidə 8. Toplayanda bizə 10 verir. Deməli, ikinci dövr 10 sıra nömrəsi ilə bitir. Sonra, üçüncü dövrdə də 8, amma artıq böyük dövrlər 18 element olaraq yerləşir. Gəlin keçək, indi yazılış forması elektron formulundan. Birinci dövr dedik ki, maksimum 2 element yerləşə bilər. Yəni, 2 elektron da yerləşir. 1s2, bu birinci dövr bağlandı. İkinci dövr S və P orbitalı yerləşir. Deməli, 2s2, 2p6 maksimum sayda yazılır. İndi hər elementi uyğun ayrıya yazılır. Sonra üçüncü dövr 3s2, 3p6, 4s2, 3d10. Niyə bura qoymuşuq 3d10-u? Deməli, əlavə yarım qrup, yəni 4-cü dövrdən başlayaraq sıra nömrəsi 21. 21-dən başlayaraq artıq D elementləri ortaya çıxır. İndi gəlin, bu necə yazılır ona baxaq. Baxın, hidrogəndə protonun sayı 1-dir. Aha, 1-i yazıram. 1s1. Bax, həmin 1-i bu elektron göstərir. Gəlirəm heliumda. Proton sayı 2-dir. Yəni, proton sayı həm də sıra nömrəsini göstərir. 1s2. Aha, litiumda gəlirəm artıq 3-dür. Dedik ki, 1s-də 2 dənə elektron yerləşə bilər də S2. Artıq nə edə bilərik? İkinci dövrə açıram.
İkinci dövr üçün 1s2 tamamlandı. 3 elektronun ikisi s-də yerləşdi. Qaldı 1-i. Yazıram 2s1. Sonra berilyumda 4 sıra nömrəsi 4-dür. Bunu necə yaza bilərəm? 1s2 yazdım. Dövrümü bağladım. Ondan sonra ikinci dövrü açıram. 4 elektronun ikisi 1-də yerləşdi. İkisi də 2-də yerləşir. 2s2. Bor üçün yazıram. 1s2 bağladım. Sonra gəlirəm ikinciyə. Qaldı orada 3 elektron axı. 5 dənədən ikisini s-də yazdım. Birinci dövrün s-ində. Ondan sonra 3-ün necə yaza bilərəm? 2s2. S-də 2 dənədən artıq elektron yerləşəmir. Aha, artıq qaldı. Nə edə bilərəm? Bax, bu yuxarıdakı bu hissəni yaxşı öyrənirik ki, ardıcıllığı bilək. 2s-dən sonra bizə gəlir mütləq p. P-də artıq deməli nə edik? Bax, 2 elektron, 4, 5 dənədən 4-ü yerləşdi. P-yə düşdü 1-i. P1. Bu şəkildə davam eləyirik. İndi nəyə fikir verir? Üslərin cəmi bizə qrupun nömrəsini verir. Daha doğrusu sıra nömrəsini verir. Həmçinin də qrupun nömrəsini verir. Bunu necə müəyyən elə? Baxın. Məsəl üçün litiuma baxırıq. Deməli, üslərin cəminə bax 2 və 1. Nə oldu? 3 oldu eləmi? 3 sıra nömrəsidir. İndi neçənci qrupda yerləşir desək, baxırıq axırıncı dövrdə neçə elektron yerləşir. Yəni birinci dövrlə işimiz yoxdur. Sonuncu valent elektronlarına baxırıq. 1 elektron yerləşir. Deməli bunun sıra nömrəsi 1-dir. Sonra tutaq ki, azotun yazılışına baxırıq. Azotu qeyd elədik. Bu birinci dövrdür. 1s2. Bununla işimiz yoxdur. Bu artıq daxildə qalıb. Xaricdə nə yerləşirsə onun üstlərinə baxıram. Bax 2 burada, 3 burada. Bu mənə birlikdə 5-i verir. Deməli azot 5-ci qrup elementidir. Üslərin cəmi dedik ki, qrupun nömrəsini verir, amma xarici təbəqədə də ən sonuncu təbəqədəki ümumi üslərin cəmi sıra nömrəsini verəcək. O heç. Bir də ki, əgər üslərin cəmi bizə deməli 8-ə qədər yerləşirsə, qrupun nömrəsini verir. Amma 8-dən artıqdırsa, məsələn 9 və 10-dursa, bu əlavə yarım qrup deməkdir. Yəni 8-ci B yarım qrupunda yerləşir. Üslərin cəmi 11 olduqda, bu da birinci qrup deməkdir. Məsələn baxırıq. Demək, gəlirik. Bax, S1, D5, 6'dır. Ona görə deyirik 6-cı B qrupu. İndi bizdə üstün cəminə baxırıq. S2, D7. Bu üstün cəmi bizə 9'u verdi də. 9'dursa artıq bizdə 8-ci B qrupudur. Bax, üstlərin cəmi 8, 9, 10 olanda biz deyirik ki, bu 8-ci B qrupu elementidir. 8-ci B qrupu elementidir. Əlavə yarım qrupdur. Bir üstlərin cəmi məsələn 11 verəndə birinci qrup, baba necə S1, D1 görürük. 11 verir, bu birinci qrupdur. 12 verirsə bu ikinci qrup deməkdir. Bunları bir də nəyə baxırıq? D-ləri necə yazırıq? Məsələn biz gəlirik, tutaq ki, istəyirəm vanadiuma uyğun olan elektron formunu, qısa elektron formunu çıxardım. Elektronları doldurdum. 1s2, 2s2, 2p6 bağladım. İkinci dövr 2p6 ilə qutaraq. Sonra 3s2, 3p6. Aha, gəlirəm, sonda qalıram belə. Deməli, əgər sıra nömrəsi biz 21, yəni 20-dən çox görürüksə, bax 20-dən sonra nə rəqəm varsa D-nin üstü olur. İndi burada 23'dür. Bax 3'dürsə D3. D3 yazırıq. 4s2 yazırıq. Həmişə 4s2 sonra D3. İndi bəzi istisnalarımız var, onu deyəcəm. Məsələn, manqana bax 25. Aha, 25. 20-dən sonra 5 rəqəmi var. Deməli 3D5. D5 yazırıq, 4s2. Yəni bunu unutmuruq. Bizim kənara çıxmalarımız var. Bax, burada qeyd eləmişəm. Sıra nömrəsini 24 görəndə bilin ki, burada kənara çıxma var. Bir də 29 görəndə. Yəni 4s2 yox, artıq 4s1 yazacağıq. Yəni normal şəkildə bizim verdiyimiz qayda ilə 20-dən sonra 4 rəqəmdə belə yazmalıydıq. 4s2, 3d4. Amma burada elektron uçurumu olur. Bax, S-dəki 2 elektrondan biri D-yə keçir. D5 olur. D5. S-imiz isə 1 qalır. S-imiz isə 1 qalır.
Kuprumda da elədir. Məsələn, yazmalıydıq ki, biz D9, 3D9, deməli 4S2. Amma S-dən elektron D-yə verildiyi üçün D10 olur. D10 və 4S1. Bu şəkildə deməli öyrənirik. Gələk indi baxaq görək atom radiusuna görə necə müqayisələr aparırıq. Əgər bizə elementlər verib də, ion verib, atom verib və bizə deyir ki, onların proton sayları eynidirsə, radiuslarını müəyyən müqayisə eləyin. Əgər proton sayları eynidirsə, mənfi yüklü ionun radiusu daha çox olacaq. Elektronu alır axı. Radius nədir? Nüvədən xarici elektrona kimi olan məsafədir. İndi bu nə qədər çox elektron alarsa, onun radiusu o qədər çox olar da. Ona görə mənfi yüklü ionun radiusu neytral atomdan çoxdur. O neytral atomunki isə müsbət yüklü iondan çoxdur. Yəni müsbət yüklü ion artıq elektronları itiribdir. Sonra əgər elektron sayları eynidirsə, proton sayı az olanın radiusu böyükdür. Baxırıq, oksigen elektron sayını tapsam 10'dur. Neonun elektron sayını tapsam 10'dur. Magneziumun elektron sayını tapsam 10'dur. Deməli, bunların elektron sayları eynidir. Əgər elektron sayı eynidirsə, baxırıq protona. Proton sayı ən kiçik olanın radiusu ən böyük olacaq. Yəni, oksigenin sayı 8 daxil protonun, ona görə ən böyük radius 10'da olacaq. Birinci qrup elementlərinə deyirik qələvi metallar, ikinciyə qələvi torpaq, sonra 8-ci aya təsirsiz qazlar deyirik, 7-ciyə halogenlər, 6-ya xalkogenlər, sonra 8B-də ferum, kobalt, nikel, dəmir ailəsi deyirik buna. Sonra metallar elektron verir, reduksiya edici xassiyyət göstərir. Metallar əsasən 1, 2 və 3-cü qrupda, əsas yarım qrupda yerləşir. 3-cüdə bir dənə boru istisna olmaqla. İndi yuxarıya qayıtsaq, bir dəqiqə. Bura baxsaq, metallara baxıram. Deməli, hidrogeni çıxmaq şərti ilə litium, natrium, kalium, rubidium, sezium, fransiyum, berilium, magneziumdan başlayır və bu şəkildə. Bir dənə boru çıxırıq, hidrogeni çıxırıq. Bunlar metal deyil. Yerdə qalan deməli 1, 2, 3-cü qrup elementlər metallardır. D elementlərinin, bax göylə olanların hamısı D elementidir. D elementlərinin hamısı metaldır. Sonra qeyri-metallar əsasən 4-cü qrupdan başlayırlar. Soldan sağa doğru biz əgər baxsaq, bax nəyə fikir veririk? Soldan sağa doğru elektromənfilik artır. Ən elektromənfi elementimiz flordur. Elektromənfiliyi 4'dür. Yəni ən elektromənfi elementləri axtarsaq bizə bir neçə variantlar verilə bilər. Dövrü sistemdə sağa doğru yığılan elementi tapmalıyıq. Sonra yuxarıdan soldan sağa doğru atom radiusu azalır. Yuxarıdan aşağıya doğru atom radiusu artır. Nisbi molekul kütləsi də soldan sağa doğru, yuxarıdan aşağıya doğru artacaq. Dəyişməyən bizdə nədir? Soldan sağa doğru deməli dəyişməyən dövrlərin sayıdır. Məsələn, birinci dövr elementi isə elektron təbəqələrinin sayı bu şəkildədir, 1'dir də. Yəni hansı litiumu götür, tutaq ki, karbonu götür, oksigeni götür. Bunlar hamısı ikinci qrupda, ikinci dövrdə yerləşir axı. Buna 2 dənə deməli dövr yazacağıq. Soldan sağa doğru dövrlərin sayı dəyişməyəcək. Yuxarıdan aşağıya doğru nə dəyişmir desək, valent elektronların sayı. Birinci qrup element isə valent elektronları 1'dir. İkinci qrup element isə valent elektronları 2'dir. Dördüncü qrup element isə valent elektronları 4 olacaq. Bu dediklərinin hamısı burada cəmlənibdir. Birinci qrup üçün elektron formulu yazsaq, üstün cəmi bizə dedik ki, valent elektronlarını verir. NS1, sonra ikinci NS2, üçüncü deməli S2P1 bizə birlikdə 3'ü verdi mi? Verdi. Deməli S2P2 4-cü qrup, S2P3 5-ci qrup bu şəkildə davam edirik. Tək elektronların sayı. Tək elektronların sayı necə tapırıq? Bax, S1'i yazsam birinci qrup üçün yazıram S1. Xanaya yerləşdiririm. Görürük tək bir dənə elektronu var. S2'ni yazsam. S2'ni qeyd eləsəm, deməli bir yuxarı bir aşağı. Burada tək elektron görürük, görmürük. Deməli 0'dır. Sonra S2P1'i yazsam, bax S2. P'də də qeyd edeyim, elektronları yerləşdirim. Görürəm ki, bir dənə P'də tək elektron var. Deməli
bir dənə tək elektronu var 3-cü qrupun. Sonra məsələn 5-ci qrup ən çox tək elektron 5-ci qrupda olur. NS2, NP3 qeyd eləmişik. Deməli, tək elektronları tapmaq üçün yazıram. Elektronları yerləşdirin spinlər şəklində. P3, P tək-tək yerləşdirdik. Görürəm ki, bax, 3 dənə tək elektronu var. Deməli, 5-ci qrup 3 tək elektrona malikdir. Sonra birinci, ikinci, üçüncü qrup elementləri sabit valentlidirlər. Reduksiya edici metallardır yalnız. Hidrogen və bordan başqa. Sonra 4-cü və 8-ci, daha doğrusu 7-ci qrup elementləri flordan başqa həm oksidləşdirici, həm də reduksiya edici xassəyə göstərirlər. Bir dənə flor yalnız və yalnız oksidləşdiricidir. Nəcib qazlar isə birləşmə əmələ gətirmir. Nəcib qazlar 8-ci A qrupunda yerləşirlər. Gəlirəm normal halda, bayaq bunları hamısını qeyd eləmişəm, bir daha da baxaq. Normal halda elektron konfigurasiyasının yerləşməsi qruplar üzrə bir də ki, həyəcanlanan zaman nə baş verir? Normal halda məsələn ikinci qrup yazıram NS2. Bu həyəcanlanan zaman nə baş verir? Bu birləşmə əmələ gətirməlidir. Həyəcanlanma qoşa elektronların təkləşməsi deməkdir. S2-ni mən qeyd etsəm, bu şəkildə qeyd eləyəcəm. Bu həyəcanlanan zaman bax, deməli S2-dən elektron P-yə keçir. Bu elektron buradaydı axı. Buradaydı. İndi o elektronu verəcək P-yə. Verdi P-yə. Oldu formula artıq NS1, NP1. Yəni bir dəfə həyəcanlandı. Sonra gəlirik digər qruplara. Hər biri bir dəfə həyəcanlanır. Bir dənə 6-cı qrupumuz. 6-cı qrupumuz 2 dəfə həyəcanlanacaq. NS2, NP4. P4 burada bir dənə qoşa elektron var. Bir dəfə həyəcanlansa P4-dəki elektronun birini D-yə verir. P3 olur, D1 olur. Sonra yenidən həyəcanlansa, axı S2 var. Bu da qoşadır da. Bunu da təkləşdirməli. Bax, buradakı elektronun birini yenə D-yə verir. Artıq S1, P3, D2 olaraq olur. Yəni, valent neçədir desə, tək elektronların sayına baxır. Normal şəkildə P-də 2 dənə tək elektron var. Normal şəkildə 6-cı qrup 2 valent göstərir. Bir dəfə həyəcanlansa, tək elektronlara baxıram. P3, D1, 4 valent göstərir. Bir də həyəcanlananda, bax, nə qədər 6 dənə tək elektron olur, 6 valent göstərir. 7-ci qrupda 3 dəfə həyəcanlanır. Normal şəkildə P-də bir dənə tək elektron var, valenti 1-dir. Bir dəfə həyəcanlanır, burada artıq 3 tək elektron olur, valenti 3 olur. Sonra bir də həyəcanlananda P4-də, P4 olanda orada yazsaq əgər, görürük ki, bir dənə qoşa elektron var. Bax, bu qoşa elektron birini D-yə ötürür, həyəcanlandı. Artıq P3 olur, D2. Burada valent 5 olur, bir də həyəcanlansa valent 7-dir. Deməli, dediklərimizi yekunlaşdıraq. Nədir? Deməli, normal halda tək elektronların sayı ümumiyyətlə bizə valenti göstərir. Normal halda ikinci qrupun deməli, baxırıq ki, 2 dənə elektronu qoşadır da. Bu birləşmədə daha doğrusu birləşmə əmələ gətirməsi üçün elektronun təkləşməlidir. S-dəki elektronu verdi P-yə, 2 dənə tək elektron oldu, valenti oldu 2. İndi 3-cü qrupun normal şəkildə bir dənə tək elektronu var. Həyəcanlanan zaman artıq 3 tək elektron olur və 3 valent göstərir. Bu şəkildə deməli 2, 3, 4, 5. Bunlar bizdə bir dəfə həyəcanlanır. 6-cı qrup 2 dəfə həyəcanlanır. 7-ci qrup isə 3 dəfə həyəcanlanır. 6-cı qrup normal şəkildə 2 valent göstərir. Həyəcanlananda 4 və 6. 7-ci qrup normal şəkildə 1 valent göstərir. Həyəcanlananda 3, 5 və 7 valent göstərir. Sonra baxırıq, elektron formulları yenə də verilibdir. Oksidlər, halogenidlərini qeyd edilib. Birinci qrup, məsələn, birinci qrupun valenti 1, daxı baş oksidi nə olacaq?
diaqonal üzə sürüşsə R2O, 3-cü qrup məsələn R2O3, sonra 5-ci qrup R2O5. Bu şəkildə uyğun oksidləri yazırıq. Hidrogenə görə valentlik necə dəyişir? Hidrogenə görə valentlik öncə deməli artır. Bax, birinci qrup yazıram. Hidrogen valenti həmişə birdir də. RH, RH2, RH3, RH4. Aha. Sonra başladı 5-ci qrupdan artıq hidrogen 5-ci qrup 3 valent göstərir. 6-cı qrup 2 valent göstərir. Məsələn, bunu misal olaraq yadda saxlamaq üçün deyirəm. Məsələn, 6-cı qrupdan oksigeni yadda saxlayaq. H2O görürükmü? 2 valent göstəribdir. 5-ci qrupdan azotu yadda saxlasaq NH3 formulu əyani olaraq görürük. 7-ci qrupdan məsələn xloru yadda saxlayaq H xlor əmələ gəlir. Yəni hidrogenə görə valentlik öncə artdı, 4-ə qədər qalxdı, sonra 4-dən enməyə başlayır. Və birinci, ikinci, üçüncü qrupda yalnız metallar yerləşdirdiyi üçün bir dənə boru çıxırıq. Metallar olduğu üçün onlar hamısı bərk haldadır. Bor H3-dən başqa, bor H3 qazdır. Digərləri isə 4-cü qrupdan 7-ci qrupa kimi hamısı uçucu hidrogenli birləşmələrdir. Bunların hamısını bayaq demişdim. Soldan sağa doğru nə dəyişir, yuxarıdan aşağıya doğru nə baş verir. Deməli, bax, elektromənfilikdir. İyonlaşma enerjisidir. Sonra elektrona hərislikdir. Bunlar bir-birinə bağlıdır. Birini öyrənsəz, elektromənfilik soldan sağa doğru artır deyirik. Deməli, iyonlaşma enerjisi də artacaq, elektrona hərislik də artacaq, qeyri-metallıq da artacaq, oksidləşdiricilik də artacaq. Dövrlər üzrə azalan nədir? Reduksiya edicilik, yəni metallıq xassəsi azalır, atom radiosu azalır. Sağa doğru nə dəyişmir? Energetik səviyyə, yəni bax bu təbəqələrin sayı dəyişmir. Və gəldik sonuna. Qrup üzrə yuxarıdan aşağı nə dəyişmirdi? Valent elektron. Yəni birinci qrup yuxarıdan aşağı hamısının valenti 1-dir. İkinci qrupun hamısının valenti 2-dir. Maksimal oksidləşmə dərəcəsi də qrupun nömrəsinə uyğun olur. Bir də ki, məsələn, 4-cü qrupun maksimum oksidləşmə dərəcəsi deyirik ki, müsbət 4-dür. Minimumu necə tapırıq? Qrupdan 8 çıxırıq. Məsələn, 4 çıxılsın 8, mənfi 4. Bu, onun minimum oksidləşmə dərəcəsidir. Sonra, məsələn, 6-cı qrup üçün tapıram. Maksimum oksidləşmə dərəcəsi müsbət 6-da axı qrupuna uyğun. Minimumu necə tapıram? Qrupdan çıxıram 8-i. Deməli, 4 çıxılsın 8. 4 yox, 6-cı qrup idi. 6 çıxılsın 8, o da verəcək mənfi 2. Deməli, minimum oksidləşmə dərəcəsi mənfi 2-dir. Bu qədər. Sağ olun.